Bakıda tikinti şirkətinin yaşayış olan evləri sökməsini əks etdirən görüntülər yayılıb. Görüntüləri Əzizə Kərimli sosial şəbəkə səhifəsində yayıb. O bildirib ki, bugün Melisa Qrup tikinti şirkəti Yasamal rayonu 1-ci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında söküntü işləri aparır. Söküntü zamanı daxilində yaşayış olan evlər də ekskavator vasitəsilə dağıdılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, 112 qaynar telefon xəttinə Bakı şəhəri Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri əraziyə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən dağıntı altında qalanın olmadığı müəyyən edilib. Daxili İşlər Nazirliyinin məlumatına görə Bakı şəhəri Yasamal rayonu Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Bildirilib ki, fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.